Gəncə şəhərindən bir saylı Uşaq Gənclər İdman Məktəbinin samboçuları bu yarışda iştirak ediblər. Onlardan 3 nəfəri 55 kq çəki dərəcəsində Fuad Əliyev, 63 kq çəki dərəcəsində Araz Muxtarov, 68 kq çəki dərəcəsində Elşən Alınağıyev yüksək nəticələr göstərərək birinci yerlərə sahib olublar. Bununla onlar iyunun 16-sı 20-si arası Moskva şəhərində keçiriləcək yeniyetmələrin Dünya Olimpiyadasında iştirak etmək üçün vəsiqə qazanıblar. İndi isə yarışa hazırlığın son məşqləri keçirilir. Növbəti yarış Moskvadakı olimpiyadadır. Burada hər gün səhər axşam məşq keçirik. Biz buradayıq. Burada hər gün səhər bir məşq edirik, axşam bir məşq. Ona da güclü hazırlaşırıq. Yenə də Ceyhun Bayramov məşqçimiz bizə çox güclü hazırlaşdırır. İnşallah oradan da vətənimizə qızıl medalla dönərik. Biz bu yarışa çox ciddi hazırlaşırıq. Biz Yeniyetmələr Respublikasından gələndə həftədə 3 dəfə turnov ediriksə, indi 6 dəfə edirik. Özümüzdə çox məsuliyyət hiss edirik. Allah qoysun Moskva keçirilən olimpiyadada Azərbaycan bayrağını yüksəldib, vətənə qızıl medalla qayıdarıq. İdmançı nə qədər yüksək səviyyəli olsa da, yarış zamanı məşqçinin nəsihətinə ehtiyacı var. Bəzən məşqçinin verdiyi kiçik bir məsləhət idmançının qələbə qazanmasına səbəb olur. Uşaqların Moskvaya getmək ezamiyə xərclərini Olimpiya, Respublikan Olimpiya Komitəsi ödər. Əfsuslar oldu ki, bu günə kimi biz məşqçilərin, yəni Ceyhun Bayramovla mənim maliyyə xərclərim hələ bilinmir, ödənilməyi. Hər halda biz də uşaqların yanında olsaydıq, daha yüksək nəticələr ola bilərdi. Qeyd edək ki, Respublikanın sambo üzrə 4 dünya çempionlarından 3-ü Gəncə şəhər Sambo Federasiyasının idmançılarıdır. Vüsal Məmmədov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.